dünyada neftin və qazın qiymətinin artırılmasına çalışır, enerji böhranı yaradaraq dünyanı Amerikanın və İsrailin üzərinə salmaq istəyir ki, Amerika və İsraili dünya devlətləri durdursun. O birisi tərəfdən də Amerika və İsrail bilirsiniz ki, NATO'nu devrəyə soxmaq istəyir. Belə bir vaxtda Azərbaycan əlbəttə ki, həm Türkiyəyə, həm Avropaya qaz və neft verir, müəyyən mənada bu böhranı neytrallaşdırır. İran bu neft kəmərini, qaz kəmərini paylayıcı networkları vura bilərmi? Əlbəttə ki, vura bilər. Bir bəhanə axtarır. Bu zaman Azərbaycanla İran arasında bir münaqişə yaranacaq. Azərbaycanla İran arasında münaqişə yaranandan sonra istər-istəməz Türkiyə buna seyirci qalmayacaq, Türkiyə də daxil olacaq. Bu savaşın seyrini dəyişir. İsrail bunu çox istəyir. İsrail buna çox çalışır və gözəl bilir ki, İsrail Türkiyəni ancaq Azərbaycan üzərindən savaşa soxa bilər və İsrail Türkiyədə çalışır ki, Azərbaycan maksimum dərəcədə neytrallığını qorusun. Amma mən əminəm ki, orada içəridə o 40 milyonluq Türkün baskısı, xofu və onların nə yapacağı bəlli deyil. O faktor İranı indiki dönəmdə dirəndirən əsas faktordur. O içəridəki o böyük gücdən qorxmasa, Azərbaycanı o çoxdan vurmuşdu. Sualımıza gələndə mütləq o zaman yetişəcəkdir. Güney Azərbaycan məsələsi aktual şəkildə ortalığa çıxacaq. Baxın, bu gün Güney Azərbaycanın özü də sakitcə durubdur. İndi doğrudur. Qərb mətbuatı yazır ki, Trump səhv elədi, rejimi devirmədi, əksinə xalq rejimin ətrafında daha da pərçimləndi, möhkəmləndi və rejim bundan faydalandı. Belə bir şey yoxdur. Xalq rejimin ətrafında deyil. Xalqın bir hissəsi, İran bilirsiniz ki, 90 milyonluq bir ölkədir. Bunun əgər 1 milyonu sokağa çıxırsa da, 1 milyon rejim dəstəkləyirsə də, bu xalq kimi görünə bilər. Bu böyük bir qüvvədir. Amma məsələ burasındadır ki, xalqın nə qədər hissəsi, hansı hissəsi rejimi dəstəkləmir və Güney Azərbaycanın heç şübhəsiz böyük bir hissəsi rejimi dəstəkləmir. Amma sakit durubdur. Onlar işin içərisindədirlər, prosesin içindədirlər, ölkənin içərisindədirlər. Onlar hər şeyi bizdən və Türkiyədən daha yaxşı bilirlər, dəyərləndirirlər və bilirlər ki, indiki dönəmdə bu məsələnin, Güney Azərbaycan məsələsinin ortaya atılmasının vaxtı deyil. Çünki rejim zəifləyir, siyasi və əskəri elita ortadan qalxıbdır. Aşağıların artıq yavaş-yavaş yeni kadrların dirəniş göstərməyə gücü yetmir. Nə qədər ağıllı olsalar da bunlar hələ komanda deyirlər, komanda şəkildə fəaliyyət göstərmirlər. Çox aqressivdirlər. Get-gedə də aqressiyaları artır. Dinc əhalini bombalaya bilərmi? Dinc əhalini inanın, Tel Avivdən və Amerikadan daha çox zərər verə bilər Təbrizə, Ərdəbilə, türklərin kompakt yaşadığı şəhərlərə. Onlar raket atmırlar, amma bunlar o raketlərini, nə bilim, silah sursatlarını dinc əhalinin başına tökə bilərlər. Çünki rejim həddən artıq qəddar bir rejim. Dünyada bu qədər qəddar rejim demək olar ki, dünyada olmayıbdır. İsrail rejimi də belədir. Amma İsrail rejimi xalqına qarşı deyil. İsrail rejimi çevrəsinə qarşıdır. İki rejim var ki, dünyada Tanrı adından istifadə eləyərək Tanrı ilə heç bir əlaqəsi olmayan işlər görür. Tanrının istəklərinə, Tanrının deməli iradəsinə zid hərəkət eləyir və Tanrının adından istifadə eləyir. Ona görə də mən hər zaman bu fikirdəyəm ki, bu rejimin ikisinin də zəifləməsi çox yaxşıdır.
İkisi de zayıflasın. Çünkü ikisi de birbirini o kadar yıpratsın ki ikisinin de tərpənməyə halı qalmasın. Çünkü planları mürteci planlardır. İkisinin de planlarından Türkiye ve Azerbaycan'a karşı tehlike var. Her ikisinin planlarından. Amerika zayıflasın mı Amerika'nın zayıflaması tehlikelidir. Amerika zayıflırsa da bu tarafta elbette ki Rusya güclənir. Rusya Qafqazda nə hoqqalardan çıxacaq, bunu biz bilmirik. Amerika zəifləyirsə də Çinin hegemoniyası artır. Bu da təhlükəlidir. Bir mənalı hegemoniyadır. Yenə də bir-birlərini dirəndirə ortadakı bu kiçik dövlətlər bunlardan faydalana bilərlər. Ona görə Heydər bəy, hələ bu Güney məsələsinin vaxtı deyil. Heç bu məsələ belə deyək, Güneyin diqqətində də deyil mənim düşüncəmə görə. Amma bunun vaxtı çatacaqdır. Vaxtı nə zaman çatacaqdır? Bu İran-İsrail savaşı İranı o qədər yıpradacaqdır. Zaten indi bütün infrastrukturu dağılıbdır. İranın infrastrukturu dəhşətli dərəcədə zərər gördü. Əlində olan o kamikadze dronlardır. Bir də nə qədər füzesi var bəlli deyil. Hər halda bu da sonsuz sayda deyil. Bunun da bir tükənən vaxtı olacaqdır. Yeri gəlmiş onun tərəfdən İsrail də əlbəttə ki, get-gedə yorulur, əldən düşür. Onda da tükənmə var, Amerikada da tükənmə var və bunların stokları tükəndikcə bu müharibə yavaş-yavaş səngiyəcək və rejim müharibədən ola bilsin ki, çökmədən çıxsın. Bəlkə də çöktü müharibə gedişində. Ola bilsin ki, çökmədən çıxsın. Amma çökmədən çıxsa da çox yaşamayacaqdır. Onun artıq uzun yaşaması bundan sonra imkansızdır. Bax, bu zaman içəridə xalqlar özü hiss eləyəcəkdir. İçəridə Güney özü hiss eləyəcəkdir və o da onun iradəsidir. Bəlkə heç ayrılmaq istəmir. Bəlkə İranı İranı yenidən kontrola götürmək istəyir. Çünki orada qüvvələr var. Deyir, İran bizimdir. Bəlkə gerçəkdən yenidən İrana sahib olacaqlar. Bəlkə ki, müstəqil Azərbaycan qurulmasını istəyənlər daha çoxdur. Bəlkə deyəcəklər ki, müstəqil Azərbaycan qurulsun. Mən də onun tərəfdarıyam ki, bu farslardan qorxmaq lazımdır. Farslar hər zaman bunların orada yaşayan 40 milyonlu Türkün başını bəlaya salır. Gah İrak'la savaş, gah Amerika'yla, İsrail'le savaş. Ne işi var onların? Ne Irak'la bizim bir problemimiz yoktu, ne İsrail'le, ne Amerika'yla. Bunu eleyen Farslardır. Bunlardan uzak durun. Kurduğu rejimlerde feodal rejimlerdi. Bir monarxiya kurdular, eline yüzüne bulaştırdı. Onun ardınca da 15-ci əsrə qayıtdılar, bir molla rejimi kurdular. Bunlar demokratik rejim de kurabilmirlər. Ona görə də mənim düşüncəmə görə bunlardan uzaq olub Azərbaycan xalqı demokratiya meyilli xalqdır. Öz rejimlərini, öz dövlətlərini qursunlar, dillərinə, varlıqlarına sahib çıxsınlar. Bu zaman gələcək, əlbəttə ki, yaxın zamanlarda, həm də lap yaxın zamanlarda bu zaman gələcək. Tək ki ortada meydanda bizim gücümüz olsun. Yani Güney olsun. Bəysiz toy olmaz. Bəy ortada olmalıdır. Bəy toyun əsas figürüdür.